Salam əziz şagirdlər, mən Samir Balaçı. Bugün sizə English Grammar and Vocabulary kitabından Adjective bölməsini Unit 45-i izah edəcəm. Əziz şagirdlər, öncəliklə diqqət edək. Sifətlər sadə, düzəltmə və mürəkkəb sifətlər olurlar. Sadə sifətlər gördüyünüz kimi bir kökdən ibarət olur. Düzəltmə sifətlər az sonra göstərəcəyim şəkilçilərlə düzəlirlər. Beautiful, comfortable və digər şəkilçilər var. Mürəkkəb sifətlər isə iki sözün birləşməsindən ibarət olur. Bəzən bitişik yazılanlar olur, bəzən defislə yazılırlar və bunların nə zaman defislə, nə zaman bitişik yazdığına rast gələ bilərsiniz. Düzdür, bununla bağlı bir test düşmür. Sadəcə yazı qaydasında sizin üçün maraqlı ola bilər, ona görə deyirəm. Misal üçün, sifət isimin önündə gələndə baxın, defislə yazılıb, a well-known artist, amma isimdən sonra gələndə defisiz yazılar bilir, the artist is well-known. Ancaq elə sifətlər var ki, onlar həmişə bitişik yazılırlar. Misal üçün, hardworking sifətini gördünüz. Baxın, bu artıq sözə dilimizə keçib, bu şəkildə yazılır da, hard ayrı, working ayrı yazılmır. Bunlarla bağlı belə bir test çıxmır qarşımıza ki, sifətin, mürəkkəb sifətin yazılış qaydası necədir? Sadəcə siz rast gələ bilərsiniz deyə mən bunu sizə qısa məlumat verdim. Gəlin baxaq isim, sifət düzəldən şəkilçilərə. Öncəliklə deyim ki, imtahana buraxılış imtahanı indiyə qədər sifət düzəldən şəkilçiləri tap adı altında bir test düşməyib və yaxud düzəltmə sifətləri tap adlı test düşmür. Amma biz bunları bilmək zorundayıq. Niyə? Misal üçün, deyək ki, sinonim test edirik. Sözün mənasını bilmirik, amma ən azından son şəkilçisi bizə ipucu verə bilər ki, bu söz sifətdir, yəni sinonimləri sifət olmalıdır. Və yaxud test çıxa bilər qarşınıza ki, isimləri seçin. Siz o sözlərin hansınsa tanımırsınız, amma misal üçün able-la bitən söz görəndə rahatlıqla biləsiniz ki, bu söz isim deyil. Oz şəkilçisi ilə bitibsə biləcəksiniz ki, bu isim deyil. Bunlar yəni sifət düzəldən şəkilçisi olduğu üçün o sözləri ixtisar edə biləcəksiniz. Sifət düzəldən şəkilçilər içində, baxın, Y şəkilçisinə diqqət edin ki, bu şəkilçi sifət düzəldir, amma isim də düzəldə bilər. İsimi artırsanız sifət düzələcək. Misal üçün, rain, yağış isimdir. Rain deyəndə yağışlı oldu sifət. Amma difficult sifətdir. Difficulty oldu isim. Yəni, bu şəkilçidən ehtiyatlı olun. Bu şəkilçi sözün sonunda varsa, o söz isim də ola bilər, sifət də ola bilər. Ona görə onun kökünə fikir vermək lazımdır. Bir də var uşaqlar, ön şəkilçilər. Baxın, bu ön şəkilçilər niyə bizə lazımdır? Siz sözün tərcüməsini bu şəkilçilərin vasitəsilə başa düşə bilərsiniz. Misal üçün, pre ön deməkdir. Vo sözünü bilirsiniz müharibə, amma pre-vo sözünü bilmirsiniz. Bilməlisiniz ki, pre ön şəkilçisidir və öncə deməkdir. Pre-vo savaş öncəsi. Sözün önündə post prefiksi varsa, ön şəkilçilərə ingiliscə prefix deyirlər. Post-vo müharibə sonrası. Yəni, hansı sözün önündə görsəniz, bu zaman biləcəksiniz ki, o sonrası kimi tərcümə olunur. Dis şəkilçisi daha çox əks məna yaradır. Misal üçün, pleased məmnundur, displeased narazıdır. Bax, bu sözün tərcüməsini başa düşməkdə sizə kömək edə bilər. Antivirusdan bilirsiniz, əleyhinə, qarşı deməkdir. Vo savaşdır. Anti-vo müharibə qarşısı, müharibə əleyhinə olan, yəni savaşa qarşı deməkdir. Amma pro-vo savaş tərəfdarı deməkdir. An şəkilçisi də şagirdlər çox vaxt nə yaradır? Əks məna yaradır. Taydi səliqəlidirsə, antaydi olur səliqəsiz. Bizim burada qarşımıza çıxır ing şəkilçisi ilə, id şəkilçisi ilə bağlı bir qeydimiz var. Bir çox feillər var ki, bütün feillərə şamil etmək olmaz bunu. Bu feillərə ing şəkilçisi artıranda və ya id şəkilçisi artıranda sifət yaradır. Baxın, burada diqqətli olun. ing artırılan şəkilçisi artırılan sifət, ing ilə düzələn sifət xüsusiyyət bildirir. Tiring, bu daha çox əşyalarla işlənir, amma əslində bu insanlarla da işlənə bilər. Misal üçün, tiring job nə deməkdir? Yorucu iş. Tiring person da ola bilər, yorucu insan, adamı yoran insan. Və yaxud boring job, sıxıcı iş, amma boring person da ola bilər, sıxıcı insan. Yəni, düzdür, testlərdə daha çox bu ing ilə olan sifəti əşyaların, yəni insan olmayan varlıqların qarşısında yazırlar, amma bu xüsusiyyətdir, bu insanın da xüsusiyyəti ola bilər, əşyanın da. Amma id sonluğu ilə bitən sifətlər, feildən id sonluğu artıraraq sifət düzəltmişiksə, bu daha çox insanın özünü necə hiss etməsi ilə bağlıdır, insanın və ya heyvanın. Misal üçün, tired. Mən desəydim ki, tiring, yorucu,
onda bu yorucu dərs ola bilər, yorucu film, kitab, hər bir iş ola bilər. Amma tired yorğun deməkdir. Deyə bilərsən I am tired. Mən yorğunam. My dog is tired. Mənim itim yorğundur. Bir sözlə id ilə olan sifəti necə hiss etdiyimizi göstərir. Bu insanlara da aid ola bilər, heyvanlara da. Amma id ilə olan sifət hissinə, ing ilə olan sifət isə xüsusiyyətdir. Mən biraz sizə göstərərdim exciting-i. Baxın, exciting sözü bəzən Azərbaycan dilində buna həyəcanlı deyilir. Həyəcanlı. Bax, bunu qarışdırmayın. Azərbaycan dilinə tərcüməsi bəzən bizi aldada bilər. Exciting yazılıbsa, bu həyəcan verici, maraqlı deməkdir. Bəzən bunu biz çox maraqlı kimi də tərcümə edə bilərik. An exciting film. Yəni, maraqlı bir film. Həyəcan verici film. Amma I am excited. Mən həyəcanlıyam. Mən özümü həyəcanlı hiss edirəm. Yəni, həyəcanlı film deməyin, bu həyəcan verici filmdir. Film həyəcanlana bilməz. Bu exciting xüsusiyyətdir, idi isə özünü necə hiss etməkdir. Əziz şagirdlər, sifətlər adi dərəcədə, müqayisə və üstünlük dərəcədə olur. Positive degree, adi dərəcə. Biz zaten bütün sifətləri adi dərəcədə öyrənirik. Soyuq, beautiful, gözəl, good, yaxşı və s. Bəs müqayisə dərəcəsi dediyimiz nədir? Müqayisə dərəcəsində olan sifət Azərbaycan dilinə tərcüməsində daha sözünü götürür öz üzərinə. Yəni, soyuq demişdinsə, colder yazılanda sən artıq buna daha soyuq. Beautiful-dursa, more beautiful-a daha gözəl. Good-dursa, daha yaxşı deyəndə better deyirsiniz. Bəs üstünlük dərəcəsi, superlative degree, bu isə sifətin üstünlük dərəcəsi bizim dilimizdə ən sözünü götürərək tərcümə olunur. Misal üçün, adi dərəcədə soyuq, müqayisədə daha soyuq, üstünlükdə ən soyuq kimi tərcümə olunur. Sifətin dərəcələri necə düzəlir? Baxın, sifət bir hecalı sifətdirsə, öncəliklə heca deyəndə Azərbaycan dili ilə səhv salmayın. Burada hərflərin sayı deməyək. Biz heca deyirik. Yəni, cold, o səsini verir. İngilis dilində monoftong, diftong və triftong ola bilir hecalar. Yəni, elə səs ola bilər ki, bir səsdir. Bizim dilimizdəki qarşılığı elə bir səs kimi çıxır. Misal üçün, o, pen. Eləsi var, ola bilər ki, bizim dilimizə iki səsi verə bilir. Amma əslində ingiliscə bir səsdir. Buna deyirlər diftong. Misal üçün, boy, oy deyirik, amma bu diftongdur. Yəni, bir səs sayılır. Bir də deyirik, wear. Baxın, eyə dedim mən. Wear. V, sonra nə dedim? Eyə. Amma bu triftongdur. Bu da bir heca sayılır. Wear. Bir hecalı söz sayılır. Yəni, biz bunu daha rahat olsun deyə belə deyə bilərik. Kiçik ölçülü sifətlər və ya uzun ölçülü sifətlər. Bir sözlə, bir hecalı sifətlər, yəni kiçik ölçülü sifətlər müqayisə dərəcəsində sonluğu götürür. Cold oldu, colder. Ehtiyatlı olun. Həm də isim düzəldən şəkilçidir. Teach, öyrətmək, teacher, müəllim. Yəni, siz ismin sonunda görəndə bilin ki, o yenə isim, daha doğrusu feilin sonunda görəndə bilin ki, o isim yaradıb. Ancaq görsəniz ki, sifətin sonunda var, bilin ki, o müqayisə dərəcəsindədir, kiçik ölçülü sifətlərdən söhbət gedir. Üstünlük dərəcəsi necə düzəlir? Baxın, üstünlük dərəcəsində mütləq şəkildə sifətin önündə Z artiklı olur və sifətə est şəkilsi artırırıq. Cold, soyuq, colder, daha soyuq, the coldest, ən soyuq. Uzun ölçülü sifətlər, yəni bir hecadan çox olan sifətləri beautiful, bunun müqayisəsində isə sifətin önündən more yazılır. More beautiful. Yəni, Aygün Gülnardan daha gözəldir deyəndə deyirlər, Aygün is more beautiful than Gülnar. Bəzən siz rast gələ bilərsiniz, less də artırarlar. Less, morun əvəzində less. Yəni, uzun ölçülü sifətlərdə həm more demək olur müqayisədə, həm less. Testlərimizdə çox yaygın deyil sadəcə bizim less. Misal üçün, mən deyirəm, Aygün Gülnardan daha gözəldir. Yəni, Aygünün gözəlliyi daha çoxdur. Bu zaman tərsini düşünsək, Gülnarın gözəlliyi Aygünün gözəlliyindən daha az olmuş olur. Onda deyirlər, Gülnar is less beautiful than Aygün. Aygün is more beautiful than Gülnar. Gülnar is less beautiful than Aygün. Biri o birisindən çox gözəldir, o birisi bundan daha az gözəldir kimi tərcümə olunur. Üstünlük dərəcəsində isə most deyirik. More müqayisədə üstünlükdə most dedik. Baxın, əziz şagirdlər, bir də var kökündən dəyişən sifətlər. Misal üçün, good
Müqayisədə olur better. Buradakı er sizi aldatmasın. Bu sözün özünündür better. Yəni mən buraya er şəkilçisi artırmamışam, görürsünüz. Üstünlükdə olur the best. Kökündən dəyişir bad, müqayisədə olur worse, üstünlükdə olur the worst. Many və much. Baxın, many və much-ı görəndə diqqətli olun. Bunların hər ikisinin müqayisəsi more deməkdir. Siz bu moru yuxarıda beautiful-un önündəki mordan səhv salmayın. Buradakı many ilə much miqdar bildirən sözlərdir. Çoxlu deməkdir və müqayisədə də nə dedik biz buna? More. Və bu zaman more'dan sonra nə görməlisiniz? Siz isim. Misal üçün deyirəm ki, she has much money. Onun çoxluğu var. I have more money. Mənim daha çox pulum var. Mənim burada gördüyüm more miqdar bildirən much-ın müqayisəsidir. Görürsünüz? More money. Və yaxud she has many friends. I have more friends. Mənim burada gördüyüm more, miqdarı bildirən many-nin müqayisəsi olan more'dur. Ona görə də mən bunları more'un yanında isim görəndə mən bunu daha çox kimi tərcümə edirəm. Amma bir də var ki, deyirəm, she is more beautiful than you. O səndən daha gözəldir dediyiniz zaman, baxın, bu more, bu much var idi, çoxlu sözü. Much bilirsiniz ki, həm miqdarı bildirən sözdür, həm də zərfdir. Bax, bu more həmən bunun zərf kimi nəzərdə tutaq. Bu much-ın müqayisəsidir. Bir sözlə belə başa düşək. More'un yanında isim görsəniz, more'a daha çox deyəcəksiniz, daha çox pul, daha çox dost. Amma more'un yanında uzun ölçülü sifət görəndə more'u biz artıq daha çox demirik, sadəcə deyirik beautiful gözəldirsə biz buna deyirik daha gözəl. Görürsünüz? Daha çox gözəl demək olar, amma bu dilimizə yatmır da biz deyirik daha gözəl. More beautiful. Deməli, şagirdlər, little da az deməkdir, daha az deyəndə less deyirik. Üstünlükdə isə the least deyirik. Baxın, biz dedik ki, bir hecalılar erlə olur, z s-lə olur, çox hecalılar more-la və the most-la olur. Baxın, burada əgər bir hecalı dediyiniz sifət, daha doğrusu iki hecalı dediyiniz sifət, necə olmalıdır iki hecalılar? Çox hecalı sayılıraq iki heca. More-la most-la olmalıdır. Amma iki hecalının sonu l ilə, y ilə, o, w, er bunlarla bitərsə, bu zaman onlar da bir hecalılar kimi er və s götürür. Baxın, happy, iki hecalıdır. Happy. Burada amma sonu nə ilə bitib? Y ilə bitib. Ona görə bunun müqayisəsi happier. Bir hecalılar kimi er götürdü. The happiest. Narrow, narrow iki hecalıdır. Normalda more olmalıydı. Amma sonu w, o, w ilə bitdiyi üçün mən buna nə deyirəm? Narrower. Er artırdıq. Hətta clever. Uşaqları çaşdırır bəzən ki, clever necə olacaq müəllim? Clever-də er var deyə çaşmayaq. Clever iki hecalıdır. Clever. Amma sonu er-la bitib deyə biz buna bir dənə də er artırırıq. Olur cleverer. She is cleverer than you. Əziz şagirdlər, bunlar oldu sifətlərin müqayisə və üstünlüyü. Mən burada onları sadəcə bir də deyirəm. Baxın, cold, colder, the coldest. Beautiful, more beautiful, the most beautiful. Baxın, deməli, bir hecalılar erlə, s-lə oldu. Çox hecalılar morla və mostla oldu. Bunlara diqqət edirik. İndi mən bunları yenidən yazmaqda məqsədim nədir şagirdlər? Sifət testlərini yazanda variantlarda sizi çaşdıracaq sözlər olacaq. Bax, onlarda çaşmayasınız deyə mən bunları yenidən burada yazdım və burada bir qeydim olacaq. Bu qeydi xüsusilə screenshot edeyim, götürün. Kökündən dəyişəndə yazın bir dənə. Good. Müqayisədə olur. Better. Üstünlükdə the best. Bad. Worse. The worst. Əziz şagirdlər, sizi necə alacaqlar? Bax, fikir verirsinizsə, kiçik ölçülü sifətlər er və s oldu, uzunlar morla most oldu. Sizi aldadacaqlar 4 şeylə. 1. Yazacaqlar ki, görürsünüz, kolda er artırmışam, uzun hecalıya mor, amma belə aldadacaqlar. Yazacaqlar more colder.
Yəni həm götürüb sifətə er artırıb, həm də qarşısına more yazıb. Baxın, iki dənə formanı eyni anda yazıb. More colder. Bu kobud, sərt. Belə yazmaq olmaz. Və yaxud yazacaqlar ki, most coldest. Baxın, həm s-də artıracaqlar, həm most yazacaqlar. Bu ikinci kobud səhvdir. Üçüncüsü necə anladılar? Birincisi, müqayisə və üstünlükdə erlə mor, s-lə most eyni anda yazılır. Üçüncüsü, kökündən dəyişən zaten kökündən dəyişib better və ya worse. Sizi aldatmaq üçün yazacaqlar more better və yaxud more worse olmaz. Niyə? Çünki bu sözlər kökdən dəyişiblər. Bunların more götürməsinə ehtiyac yoxdur. Və sonuncusu, dördüncüsü sizi belə alacaqlar. Most beautiful'un əvəzinə, most'un əvəzinə götürüb best yazacaqlar. The best beautiful. Bu da kobud səhvdir. Bax, bu 4 dənə ilə sizi aldadacaqlar. Ona görə bu 4 dənəyə xüsusi fikir verin. Erlə more bir arada işlənməsin. S-lə most bir arada işlənməsin. Morla kökündən dəyişən bir arada işlənməsin. Best-lə uzun sifət bir arada işlənməsin. Bunların hamısı nədir? Yanlışdır. Və bunlarla sizi aldadacaqlar. Yaxşı, keçək indi növbəti səhifəyə. Unit 46-ya adjektivin davamıdır. Biz test edirik deyək ki, ay müəllim, biz test edəndə biz nə bilək ki, biz sifətin hansı dərəcəsini burada yazmalıyıq? Yadda saxlayın, öncə sizə göstəricilər verəcəklər. Bu göstəricilər hansıdır? Adi dərəcənin göstəricilərindən başlayaq. Very, very, to, quite, enough, as, so, as. Baxın, görürsünüz, bunlar göstəricilərdir. Biz bunları görəndə biləcəyik ki, bizim sifətimiz adi dərəcədə olmalıdır. Bunlarla bağlı indi mən sizə bəzi qeydlər deyəcəm, uşaqlar. Hətta bura bir dənə də razı əlavə edək. Baxın, birincisi very. Very nice girl. Very deyir, məni harda görsən, bil ki, həmin söz, yəni mənim yanımda olan sifət adi dərəcədə yazılmalıdır. Görürsünüz, ona görə mən nə etdim bunu? Adi dərəcədə yazdım. Bəs very ilə bağlı qeydim nədir? Əziz şagirdlər, normalda artikel həmişə sifətin önündə gəlməlidir. Yəni, bu deməlidir ki, a nice girl. Amma very'nin belə bir özəlliyi var ki, very olan cümlədə artikel very'nin önündə işlənir. A very nice girl. Bax, buna diqqət edin. Bu very ilə bağlı olan qeydimdir. To, iki dənə to var. Bir həddindən artıq mənasında cümlənin sonunda işlənir. She is nice to, o da gözəldir deməkdir. Bir də var sifətin önündə işlənir. Bu zaman the room is too cold. Otaq həddindən artıq soyuqdur. To-dan sonra sifət hansı dərəcədə gəldi? Adi dərəcədə gəldi. To-nu görəndə həmişə sifəti adi dərəcədə yazırıq. Bir to, bir də verini dedik. Bəs to-da müəllim artikel harda olur? To ilə bağlı artikel deyəcəm, amma bu testlərə düşmür. Misal üçün, she is too nice girl. Biz burada artikel hara yazaq? Normalda yenə dediyim kimi artikel harda olmalıdır? Sifətin önündə olmalıdır da, düzdür, burada olmalıdır. Amma burada artikel olmur. To olanda artikel gedir, ismin önündə olur. She is too nice a girl deyirlər. Çox güman ki, buna heç yerdə rast gəlməmisiniz. Bu bizim testlərimizdə düşmür. Sadəcə sizdə sual yaranmasın deyə mən bunu dedim. Very deyəndə very'nin önünə yazılır artikeli, amma to deyəndə hara aparıb yazırıq? İsimin önünə yazırıq. Növbəti məsələ nədir şagirdlər? Quiet. Quiet isə iki dənə quiet var. Biri belə yazılır, quiet. İkisi də quiet oxunur. Hərəsi fərqli yazılır. Necə yadınızda saxlayaq? Bax, bu t ilə yazılan özü nitq səsi kimi sifətdir. Görürsünüz, sifət sözünün sonunda da t var. Oradan yadına saxlayın. Həm də mənası da nə deməkdir? Sakit deməkdir. Bax, buradan siz yadda saxlaya bilərsiniz ki, sonu t ilə bitən sakit deməkdir. Özü sifətli, göstərici deyil. Yəni,
Amma quiet bu şəkildə yazılırsa, bizim dilimizə tamamilə və ya çox kimi tərcümə olunur. Bu bizim üçün göstəricidir. Bu deyir, mənim görəndə yanıma sifəti adi dərəcədə yaz. Misal üçün, mən deyirəm ki, quite big room. Article harda olmalıdır? Təbii ki, article sifətin önündə olmalıdır. Bəs biz very-də article very-nin önünə yazmışıq. Bəli, bu bir istisna idi ki, very-də verinin önünə yazılır, to-da isə isimin önünə yazılır. Amma qalan vaxtlar article sifətin önündə yazılmalıdır. Çox böyük otaq. Tamamilə böyük də deyə bilərsiniz, çox böyük otaq. Hətta belə deyə bilərsiniz. Quiet room. Baxın, birinci göstəricidir, çox deməkdir. İkinci isə sifətdir. Çox sakit bir otaq. Article harda olacaq? Təbii ki, sifətin önündə olacaq. Növbəti enough'dır. Əziz şagirdlər, enough da göstərici kimi bizim qarşımıza çıxanda enough bizdən sifəti adi dərəcədə istəyir. Yəni, sən deyəndə ki, otaq kifayət qədər böyükdür, enough görəndə sifəti adi dərəcədə yazmalısan. Amma burada bir diqqət edin. Bu göstəricilərin hamısı deyir ki, sifət bizdən sonra gəlsin də, adi dərəcədə gəlsin, amma bizdən sonra. Bir dənə enough fərqlidir ki, enough deyir, mən sifəti təyin edəndə sifət mənim önümdə gəlməlidir. Məndən sonra gəlməsin. Deyirəm ki, the room is called, ya da deyək, big enough. Otaq kifayət qədər böyükdür. Baxın, nə baş verdi? Sifət enough'dan əvvəl gəldi. Deyə bilərsiniz, müəllim, biz axı sifəti enough'dan sonra da görmüşük. Görə bilərsiniz, hansı halda? Bizim testlərdə qarşımıza çıxan budur. Necə görə bilərsiniz sifəti enough'dan sonra? Deyirəm ki, she ya da they have enough big rooms. Bax, burada görə bilərsiniz enough'ı sifətin önündə. Necə olub? Sifət niyə burada enough'ın sağında gəlib? Baxın, burada enough'ı tünd qara ilə verək ki, seçilsin. Baxın, yuxarıdakı cümlədə sifət enough'ın önündə gəlib. Bəs burada niyə sağda gəlib? Əziz şagirdlər, iki cür enough var. Bir var, əşyanın miqdarını göstərən söz, kifayət qədər otaqlar. Bir də var, zərf kimi işlənən enough. Misal üçün, o kifayət qədər danışdığı otaq kifayət qədər böyükdür. Bizim gördüyümüz bu enough zərfdir. Sifəti önündə işlədir və sifəti təyin edir. Amma sizin burada gördüyünüz enough, baxın, özündən sonra sifət gələn enough. Burada enough deyir ki, mən əşyanın miqdarını bildirirəm. Mən burada otağı təyin edirəm, sifəti təyin eləmirəm. Mən demirəm ki, kifayət qədər böyük. Mən deyirəm kifayət qədər otaqlar. Burada big sifəti isimin önündə işlənib, işlənsə də, işlənməsə də onun enough-a dəxli yoxdur. Yəni, enough sifəti təyin edirsə, böyüklüyü kifayət qədərdir deyirsə, onda sifət enough-ın önündə gəlir. Amma enough deyirsə ki, mən isimlərin miqdarını göstərirəm, onların kifayət qədər otaqları var, kifayət qədər sözü burada otaqları təyin edirsə, bu zaman enough-dan sonra sifət görə bilərsiniz. Çünki bu sifət isimin önündə işlənib, ismi təyin edib, o sifətin enough-la heç bir əlaqəsi yoxdur. Bu sifəti buradan istəyirsiniz götürün, heç bir məna dəyişmir. Yəni, onların kifayət qədər otaqları var kimi yenə deyə bilirsiniz. Bizim qarşımıza isə çıxan hansıdır? Bizim qarşımıza testlərdə çıxan budur. Bunun testi necə düşür? Misal üçün, belə bir test verirlər. Yazırlar ki, small, qarşısına nöqtə qoyurlar. Daha doğrusu, özündən sorayaq. Deyir, bura hansı göstəricini yazarsan? Şagird deyir, müəllim, bax, small adi dərəcədədir, deyirəm, bəli. Müəllim, mən buradakı göstəricilərin hamısını yaza bilərəm də, very-də də adi dərəcə olur, to-da da, enough-da da, bəli, hamısında olur. Amma bunlar hamısı sifəti özlərindən sonra istəyirlər. Amma siz görürsünüz ki, burada sifətdən sonra nöqtə gəlib. Bəli, sifətdən sonra gələn göstərici, yeganə göstərici hansıdır? Yeganə göstərici enough-dır. Small, enough. Small, very, small, to deyə bilməzsiniz. Gəlirik bu as məsələsinə. Nədir bu as? İki insanı və ya iki əşyanı bənzədirsinizsə bir-birinə, bunların arasında as ya da so as işlədirsiniz. Misal üçün deyirəm, she is as tall as you və yaxud me. Baxın, əvəzlik qoyursunuzsa, obyekt əvəzliyi qoymalısınız burada, diqqət edin. Qız hündürdür. As tall as me, qız mənim kimi hündürdür.
İstəsəz burada is əvəzinə isn't da deyə bilərsiniz. Qız mənim kimi hündür deyil. As təsdiqdə də işlənir, inkarda da. Amma so as she isn't so tall as me. Qız mənim kimi hündür deyil. So as yalnız inkarda işlənir. As ikisində də işlənir. Test eləsəz, ikisi arasında qalsaz şansını seçək. Təbii ki, üstünlüyü as-a verin. Çünki o həm təsdiqdə işlənir, həm inkarda. Bəs yaxşı əziz şagirdlər, bu əzəzlə bağlı sizə başqa nə deyəcəm? Bax, test edəndə həmişə diqqət edin. Qarşınıza topluda var, belə testlər çıxır. Misal üçün deyir ki, she came, I expected. Bax, qız gəldi, mən gözləyirdim. Qızın gəlməyini mənim gözləməyimlə müqayisə edib. Yəni demək istəyir ki, qız mənim gözlədiyim kimi tez gəldi. Ya deməlidir, qız mənim gözlədiyimdən tez gəldi. Ya da deyir, qız mənim gözlədiyim kimi tez gəldi. As. Misal üçün nə deyək? Quickly deyək. Quickly as I expected. Ya da istəyirsiniz deyin, as soon as I expected. Gözlədiyim kimi tez gəldi. Ya da mənim gözlədiyim kimi sürətli gəldi. Ona görə burada yəni nəzərə alın ki, I expected, I wanted tipli sözlər olanda birinci adamın etdiyi hərəkəti mənim gözlədiyimlə bənzədir ya da müqayisə edir deyə as-a rast gələ bilərsiniz. Topluda bu suallar var. Bir də belə bir maraqlı cümlə tipi var. Deyirəm ki, that room is as big as mine. O otaq mənimkindən, yəni mənim otağım, o otaq mənimki kimi, yəni mənim otağım kimi böyükdür yazmışam. Görürsünüz? Burada hətta mən, baxın, bənzətmişəm, o otağı öz otağımla bənzətmişəm. O otaq mənimki kimi, yəni mənim otağım kimi böyükdür. Burada as-in önünə bir dənə belə bir söz yazsam, twice. Onda tərcümə belə çıxır. O otaq mənimkindən 2 dəfə böyükdür. Biz demirik, mənimki kimi 2 dəfə böyükdür. Deyirik, o otaq mənim otağımdan 2 dəfə böyükdür. Bu quruluşu da yadda saxlayın, tərcümədə sizə lazım olur. Bir də gəldik soy ilə saç məsələsinə. Əziz şagirdlər, soy ilə saçdan da sonra gələndə sifət adi dərəcədə olur, amma diqqət edin. Burada məsələ nədir? Çox vaxtı burada zətə də rast gələcəksiniz. Sözü deyib, sonra yanına zət yazacaq. Tərcüməsi elə ki kimi tərcümə olur. Zəti qoymasalar biz ona elə ki demirik. Elə deyirik çox. Misal üçün, baxın, deyir ki, she is so nice. Mən deyə bilmirəm ki, o elə gözəldir. Deyirəm, o çox gözəldir. Amma zət qoysam, she is so nice that, o elə gözəldir ki, all like her. Hamının ondan xoşu gəlir. Yəni, davamında zət qoysanız elə ki kimi tərcümə olunur, qoymasanız çox kimi tərcümə olunur. Bəs bunların fərqi nədir bir-birindən baxaq? Əziz şagirdlər, soy ilə zətin arasında diqqət edirsinizsə, sadəcə sifət işləndi. Yəni, isim işlətmədim. Amma saçla zətin arasında isim də işlənir. Misal üçün, mən deyirəm ki, she is such a nice girl that all like her. Baxın, burada saçla sifətin arasında, zətin arasında sifət dedim, amma böyrünə isim də yazdım. Hətta isim təkdədirsə, mən onun qarşısına həm də nə yazıram? Article da yazıram. Aralarındakı fərq budur. Sonuncu göstərici razədir. Razədə quiet-la demək olar eyni mənanı verir. Qismən deməkdən biz onu da çox kimi tərcümə edirik. Deyirik ki, it is rather big. İlgər isim də qoyaq yanına. Article harada işlənməlidir? Təbii ki, sifətin önündə. Buradakı istisna varmı müəllim? Nəsə bir istisna var. Razə deyir ki, article istəyirsən mənim önümdə yaz, istəyirsən apar sifətin önündə yaz. Heç bir fərqi yoxdur. Baxın, very article harada istəyirdi? Very öz önündə istəyirdi. To harada istəyirdi? İsmin önündə. Quite harada istəyirdi? Quite da deyildi, sifətin önündə yaz. Enough bizdən sifət tək başına gəlir, article istəmir.
As, so, as-də isim olmur deyə artikel yazmırıq. So-da isim olmur deyə artikel yazmırıq. Saçda isə mütləq isim olacaq və artikelda yazarsınız. Razədə isə testlərdə həmişə belə verirlər. Razənin sağında verirlər. Amma solunda da versələr artikeli işlətmək olar. Bunlar bizim üçün sifətin göstəriciləridir. Bu göstəriciləri qəşəng öyrənin. Çünki bu göstəricilər həm sifətə aid ola bilir, həm də zərfə aid ola bilirlər. Həm sifətin göstəriciləridir, həm də zərfin. Zərfi keçəndə də bu göstəricilərə qayıdacaq. Bəs yaxşı, burada baxaq B bəndində müqayisə dərəcələrinin göstəriciləri nədir? Müqayisə dərəcələrinin ən böyük göstəricisi şagirdlər zəndir. Nə deməkdir bu zən? İki insanı, iki əşyanı bir-birinə müqayisə edirsiniz. Misal üçün, mən deyirəm Jane, bir də deyirəm Tom. Mən bunları ya bir-birinə bənzədəcəm, ya da müqayisə edəcəm. Bənzətsəm deyəcəkdim ki, is as tall as Tom. Jane Tom kimi hündürdür. Gördünüz? Baxın, bənzədəndə. Müqayisə edəndə isə deyəcəm ki, Jane is, müqayisədə sifət yazacağım, taller than Tom. Jane Tomdan hündürdür. Həmin bu zən filan kəsdən, filan kəsə nisbətən kimi tərcümə oldu. Biz ona görə zəni görəndə sifəti hansı dərəcədə yazırıq? Müqayisə dərəcəsində yazırıq. Bəs müəllim, zən olmasa müqayisə yazmaq olarmı? Əziz şagirdlər, zən olmayanda o vaxt müqayisə yazırsınız ki, orada əşyanı nə ilə müqayisə etdiyinizi göstərəsiniz. Misal üçün deyirsən ki, winter and autumn are my favorite seasons. Qış və payız mənim sevdiyim fəsillərdir. But I think winter is nicer. Düşünəm ki, qış daha gözəldir. Baxın, burada mən qış daha gözəldir deyəndə zən qoymamışam. Niyə dedim daha gözəldir? Yəni, payızdan daha gözəldir qış. İkisini də sevirəm, amma qış payızdan daha gözəldir. İkincinin adını çəkmədim, amma hamı bildi ki, mən bunu qışı payız ilə müqayisə edirəm. Yəni, zən olmayanda da müqayisə yazırıq. Bəs müəllim, artikel olurmu? Diqqət edin, baxın. She is taller than Mike. O, Mike'dan daha hündürdür. Və yaxud deyək ki, the boy. O qız bu oğlandan daha hündürdür. Müqayisənin qarşısına baxın, mən artikel yazmışammı? Xeyr. Çünki sifətin sağında bu zən gəlib, görürsünüz. Bu zənlə sifət arasında artikel yoxdur. Sifətin bölündə burada, daha doğrusu isim yoxdur. İsim yoxdursa sifətin önünə artikel qoymuram. Amma desəydim ki, she is, o vaxt qoyardım ki, sifətin bölünü isim də qoya bilərdim. She is a taller student. O daha hündür tələbədir bu oğlana nisbətən. Deməli, zənin önündə əgər isim də varsa, sifətdən sonra artikel qoymağı unutmayaq. Bəs göstərici müqayisədə sadəcə zəndirmi? Xeyr, sadəcə zən deyil. Digər göstəricilər hansıdır? Much, a little, a bit, a lot. Bu göstəricilər deyil, bizi görəndə də müqayisə yaz. Amma şagirdlər çox vaxt başa düşmür. Bunlar zəni başa düşdük ki, zən nisbətən deməkdir. Bəs bunlara nə ehtiyac var? Bunlar necə tərcümə olunur? Gəlin, baxın, mən sizə belə bir şey izah edeyim. Baxın, mən burada A xətti çəkirəm. Bir dənə də B xətti çəkirəm. Mən bir dənə də C xətti çəkirəm. İndi tam başa düşəsiniz bunların fərqini. Bax, uşaqlar, mən deyirəm ki, A B-dən uzundur. Sonra deyirəm, A C-dən də uzundur. Mən indi bunların arasındakı fərqi göstərmək istəyirəm. Mən demək istəyirəm ki, A B-dən biraz uzundur. Amma A C-dən xeyli uzundur. Yəni, iki insanı, iki əşyanı müqayisə edəndə aradakı fərqin az və ya çox olduğunu göstərmək istəyirsinizsə, bu sözlərdən istifadə edirsiniz. Misal üçün, mən indi cümlədə deyəcəm ki, A is, baxın, longer desəm, A daha uzundur. Siz bilməyəcəksiniz, A B-dən biraz uzundur, yoxsa çox uzundur. Mən deyirəm, A is a little longer than B. Amma indi bu cümləyə baxın. Deyirəm ki, A is much longer than C. Hər ikisində də dedim ki, A
birində dedim A B-dən uzundur, birində dedim C-dən uzundur. Baxın, göstərici olaraq zənlə qoymuşam. Amma bu a little görəndə, a little o vaxt qoyuram ki, A B-dən bir damcı uzundur deyirəm. Amma much olaraq qoyuram ki, müqayisə dərəcəli sifətin önünə, göstərirəm ki, A C-dən xeyli uzundur. Yəni, əziz şagirdlər, bu göstəricilər aralarındakı fərq var. Amma testlərdə sizdən soruşmurlar ki, sən bura a little qoyarsan, yoxsa much qoyarsan. Sən much-da, a little-ı, a-bit-i, a-lot-u gördün, sonra nöqtə versələr, bil ki, bu nöqtənin yerindəki sifət hansı dərəcədə olmalıdır müqayisə. Və yaxud nöqtədən sonra zən görsən, bilin ki, zənin önündə hansı dərəcə olacaq? Müqayisə dərəcəsi. Yəni, bunların hamısı müqayisənin göstəricisidir. Sadəcə zən nöqtənin sağında olan göstəricidir. Bu gördükləriniz isə nöqtənin solunda olur. Bu arada bir şey deyim, bəlkə rast gəlmisiniz. Testlərdə həmişə bizə a little göstərici kimi verəndə biz müqayisəni seçirik. O bir mənalıdır. Amma yadda saxlayın ki, şagirdlər, a little əslində adi dərəcə ilə də işlənə bilir, sadəcə testlərdə düşmür. Variantda adi dərəcəni vermirlər, sadəcə müqayisəni verilir. Misal üçün deyirəm ki, she is a little tired. O qız biraz yorğundur. Baxın, adi dərəcədə sifət yazdım. O qız biraz yorğundur. Yəni, a little adi dərəcə ilə işlənir. Amma siz sual verə bilərsiniz, indi biz hansını seçək? Testlərdə, variantda adi dərəcəni verməyəcəklər. Bir dənə dərəcə olacaq müqayisə və ya üstünlük, sizə müqayisəni seçəcəksiniz. Əziz şagirdlər, testlərdə ən çox edəcəyiniz səhv nə olacaq? Gəlin, üstünlük dərəcəsini izah edeyim, sonra ona qayıdaq. Üstünlük dərəcəsinin göstəricisi hansıdır? Of all, one of, have, misal üçün I have, evə, misal üçün seen və yaxud among və yaxud in the world. Baxın, bu tip sözləri görəndə biləcəksiniz ki, sifət üstünlük dərəcəsində olur. O dünyadakı ən hündür binadır, o uşaqlar arasında ən hündürüdür. O mənim indiyə qədər, I have evə mənim indiyə qədər deməkdir. Burada gördüyüm, tanıdığım və yaxud baxdığım, istədilən feili qoya bilərsiniz. Oxuduğum, o mənim indiyə qədər oxuduğum ən yaxşı kitabdır, indiyə qədər baxdığım ən gözəl filmdir, indiyə qədər gördüyüm ən hündür binadır və s. One of-dur, of all hamıdan deməkdir. Bunları görəndə biz üstünlük dərəcəsini yazırıq. Deməli, diqqət edin, testlərdə çaşacağınız şey nədir? Birincisi, mənim sizə dediyim quruluşlarla sizi aldadacaqlar. R-lə more, S-lə most, kökündən dəyişənin qabağına more yazacaqlar, uzun ölçülü sifətin qabağına base yazacaqlar. Sifətdə sizi bir bu cür aldadacaqlar variantlarda. Bir də necə aldadacaqlar, baxın uşaqlar. Bir də article-la. Misal üçün, siz harada test eləyəndə görsəniz ki, adi dərəcədə sifət yazırsınız və ya müqayisə dərəcə. Uzun sifət də ola bilər, beautiful və yaxud more beautiful. Bax, harada belə sifət yazsanız adi və müqayisə dəxli yoxdur. Mütləq diqqət edin. Böyründə sayılan isim və yaxud deyək, sayılan tək isim və yaxud one isim olmaya da bilər. One yaza bilərlər. Bilin ki, o one-da ismi əvəz edib, tək ismi əvəz edib. O zaman mütləq sifətin qabağında artikel qoymalısınız. Yazmazsanız səhv olar. Misal üçün deyirəm ki, this bag is small. Give me a small, a bigger deyək. A bigger one. Baxın, müqayisə dərəcəli sifət qoymuşam mı bura? Bəli. Baxın, bundan sonra gələn one mənə deyir ki, mən isiməm, yəni çantanı əvəz edirəm burada. Mütləq sifətin önündə A artikli qoymağı unutma. Bu balaca çantadır, ver mənə daha böyük çanta. Bu müqayisəyə də aiddir, adi dərəcəyə də. Üstünlükdə isə isim oldu, olmadı. O da deyir ki, mənə this is the biggest. Bu ən böyük çantadır. Üstünlükdə isə isim oldu, olmadı. Mən orada nə edəcəm? Z artiklini qoyacam. İstəyir isim versin, istəyir verməsin, Z-ni yazacam. Amma adi və müqayisədə isimdən asılı olaraq E artikli və ya N artikli yazırsınız. Amma xüsusi diqqət edin, topluda bir çox şagird çaşır var bu test. Misal üçün deyirəm ki, this is our room.
Uşaq deyir, müəllim, burada mən hansı dərəcəni yazım? Birincisi, hansı dərəcəni yazırsan yaz, amma qətiyyən önünə artikl qoyma. Müəllim, bəs burada room var axı. Biz demişdik ki, isim olanda artikl qoyuruq adi və müqayisədə. Demişdim, hətta üstünlükdə də Z yazın demişdim. Amma diqqət edin, yəli çalın böyründə isim necə gəlir gəlsin, qətiyyən artiklı qoymayın. This is our, misal üçün deyirəm, big room, bigger room və yaxud biggest room. Hansı olur olsun, üstünlük verirlər, uşaqlar testdə çaşırlar. Görürlər üstünlükdə Z yoxdur, tez deyirlər ki, bu bənd səhvdir. Yəli çaldan sonra gəlibsə üstünlük, Z artiklı götürmür. Deməli, yığcamlaşdıraq indi. Birincisi, sifət testi eləyəndə diqqət edirik həmişə aldana biləcəyimiz şeylər nədir? Sifətlərin quruluşlarına aldanmırıq. 2. Diqqət edirik, sifətdən sonra isim gəlibsə, adi və müqayisə dərəcəli sifətdirsə, N artiklı, üstünlük dərəcədirsə Z, yəli çaldan sonra isə artikl yazmırıq. Buna diqqət edirik. Üçüncü məsələ isə sifətlərin göstəriciləridir ki, hansı dərəcəni yaz. Bu üç detaya diqqət eləsəniz, sifət testini səhv yazmazsınız. Bir də əziz şagirdlər, mən sizə başqa bir şey deyim. Baxın, üçüncü bölməsində sifətlər bəzən bizim qarşımıza bu şəkildə çıxa bilir. Mən buradan özünüz oxuyarsınız. Mən sizə bunu ayrıca qıraqda kənarda qeyd edəcəm. Tamamilə burada göstərimi var. Burada istəyirəm qıraqda yazım. Misal üçün, bir cümlədə fərqli dərəcədə göstəricilər varsa, fərqli dərəcələr işlətmək olar. Yəni, fikir verin, burada vergül var. Baxın, bu vergül önəmlidir. Görürsünüz, vergül. Vergülün sol tərəfində burada very yazıblar. Very deyir ki, mənim yanıma adi dərəcə yaz. Yazdım beautiful. İkinci nöqtənin sağında isə zəm var. Zəm bizdən nə istəyir? Müqayisə. Yəni, vergülün solunda very adi dərəcə istəyir deyə adi yazdım. Vergülün sağındakı zən isə müqayisə istəyir deyə müqayisə yaza bilirsiniz. Bu bir. İkincisi, bəs birdən aralarında and olsa. Baxın, and. Nümunələr üzərindən göstərəcəm. Baxın, burada and var. Mən bu sol tərəfdə üstünlük var. In our class da bizdən hansı dərəcəni istəyir? Üstünlük dərəcəsini. Bax, indi beautiful sifətini yazmaq istəyirəm, bir də hardworking-i. Üstünlük dərəcəsi uzun sifətlərdə necə düzəlir? Most-dan. The most-u burada demişəmsə, beautiful-dan sonra and deyib, bir dənə də the most deməyimə ehtiyac yoxdur. Bu the most ikisinə də aiddir. More demişəmsə, bu more buna da aiddir, buna da aiddir. Zəm var, müqayisə istəyir. And var deyə, iki uzun sifətin ikisi də more-dan düzəlir. İkisinin də qabağına more qoymuşam. Da ayrı-ayrılıqda more qoymağa ehtiyac yoxdur. İndi bura baxın. And var, üstünlük dərəcəsi in our class var deyə üstünlük dərəcəsi yazıram. Nice da S-lə düzəlir, tallest də, düzdür. Bunların ikisinə də S-də artırıram. Çünki S-də bunu artırım, bu birisini artırmayayım deyə bilməzsiniz. Bax, most-u bir dənə başda qoydum, ikisinə də bəs elədi. Amma S-də ikisinə də artırıram. Sadəcə artiklı başda bir dənə yazıram. The nicest and tallest. Müqayisə də elədir. Nicer and taller. Deməli, kiçik ölçülülər şəkilsi ilə düzəlir deyə hər iki sifəti düzəldirəm R-lə, S-lə, amma bir dənə artiklı ən başa yazım. Amma uzun ölçülülər more-dan, most-dan düzəlir deyə ayrı yazılır da sözdən. More-dan, most-da ən başa yazıram, ta ikinci sifətin önünə təzədən yazmıram. Və bir də gəldik old məsələsində deyim sizə, əziz şagirdlər, baxın. Old-la elder qarışdırmayın. Older o deməkdir ki, daha yaşlı. Elder isə sadəcə böyük deməkdir. Ailə içində mənim böyük bacım, böyük qardaşım dediyiniz zaman işlənir. Deyirəm, she is older than me. Zən varsa bilin ki, older olacaq. Yaşda məndən böyükdür. Jane is my elder sister. Jane mənim böyük bacımdır. O yaşda məndən böyükdür. Zən olanda nə yazırıq? Older. Və son bir şey, burada nə görürük? Sing body one. Baxın, biz Azərbaycan dilində sifəti ismin önünə yazırıq. Gözəl kitab deyirik. Həm də deyirik, gözəl bir şey. Gözəl heç bir şey. Sifəti deyib sonra törəməni deyirik. Amma ingilis dilində bu törəmələr sifətin önündə gəlir. There is not anything interesting on TV. Televizorda maraqlı bir şey yoxdur. Interesting anything demirik. Bunlara diqqət edin ki, bunları da cümlə quruluşlarında səhv salmayasınız.